ailəsində olan xanımların bir hanısı var burada. Zülfiyə müəlliməmiz var burada. Zülfiyə müəlliməmi səhnəyə dəvət edəmə qədər, Zülfiyə müəllimə gələnə qədər. Mən dinləyim. Bir də bu şans bizim əlimizə gəlməyəcək. Zülfiyə müəllimə buradadır, İlhamə xanım buradadır. Qonşu ülkəmizdən gələn Orxan bəy buradadır. Sualı olan varsa söyləyə bilərdir. Bayaq mən dinləyirəm, suallarımı verdim, alınıza cavab. Spikerlərimiz yəqin o qədər dolu informasiyalar verdik ki, auditoriyanın sizə sualı olmadı. Sizə bir daha təşəkkür edirik. Xoş gəlmişsiniz. Gözəl fikirləriniz üçün təşəkkür edirik. Zülfiyə xanımın xeyir-duası olmadan biz sağollaşa bilmərik. Zülfiyə xanım, xoş gəlmişsiniz. Sona qədər bizimlə qaldınız. Əziz anlaşılacaq. Hər birinizin xoş gördük. Nə gözəl. Bilirsiniz, hamını elə diqqətlə dinləmişəm. Gəlin məhbislərə, gəlin yanına. Biri sağında, biri solunda. Sən də yanında. Hər birinizə diqqətlə dinlədim. Və bir şey demək istəyirəm. Qarşınızda oturan bu əziz analar. Sizin xətriniz bizə o qədər əzizdir ki, inanın ki, elə hesab edin ki, bəlkə də gün ərzində özümüz yaddan çıxabilirik, amma sizlərin heç bir çıxmışıq. Biz anlayırıq, başa düşürük, baş əyirik. O igidlərin qarşısında, bizə bu günləri bəxş edənlər qarşısında. Mənim dediyim bir neçə ifadəyə istəyirəm ki, bir də diqqət edeyim. Daima deyirəm, vətənini, elini, dilini və dinini sev, amma sevmək azdır. Həm də onu sevdirədir. Və bunun için də ən böyük sevgi insanadır. Bilirsiniz, hamımız danışırsınız, dinləyirəm, amma bir şey deyim. Bizə bu canı verən, bizə bu ruhu verən, bizə gözəl məmləkət bəxş edən, bütün taleyimizə, qismətimizə xoş anları bəxş edən Allah'a şükürlər olsun. Allah sağlam can yarattı, birinci Adəmi yarattı, pür kəmallı, bıçağına İsmail, ondan gözəl Həvvasını yarattı, bir tamlıq yarattı. Allah sağlam can yarattı mənim əzizlərim. Amma zaman nə yazır ki insan, haqq yolunu azanda, fikir qarışanda, onun ünsiyyətindən əmələ gələn üçüncü şəxs qara enerji qorxduğuna görə sağlamlığı məhdud doğrudur. İkinci bir anlamda heç kəs sorğulu deyil. Onun ikinci anı da var. Yəni müxtəlif hadisələr, travmalar, bu da olacaq. Və biz istəyərdik ki, sağlam düşüncə tərzini unutmayaq. Bax, ona görə hər birinizi çox sevirəm. Çünki siz Allah'ın yarattığı ən gözəl neyməsiniz. Mən fəxr edib qürur duyuram. Hər birinizlə. Bilirsən, Müsalənin həmişə bir gözəl xüsusiyyəti var. Hər birinizin gözəlliği var. Müsalə hər bir şəkildə açıqdır. Hamı ilə həmkarlıq eləməyə, yoldaşlıq eləməyə hazırdır. Əlbəttə, bugün burada deməsəm olmaz. Gəncdir Əmrah bu yolda. Mən ona və onun timsalında hamımıza bir söz deyim və özümə ona qadağa qoymuşam. Öz məqsədin üçün kimsədən istifadə eləmə və kimsəyə imkan vermə ki, o öz məkirli məqsədi üçün səndən istifadə edesin. Qaldı ki, bircə xilas yolumuz var. Allah'ın yarattıqlarını sevgi ilə qoruyur. Heç bir müəllimim, mən bu rəzbərmətlər müəllimiyəm, təsir yüksək mükafatlı ariyatıyam, yeniliklər müəllimiyəm. Mən onu ciddiyyətlə deyirəm, heç birimizin elə bir imkanı yoxdur ki, kiməsə bacarıq və bilik verir. Bu sözü məndən eşidən təəccüb edir. Çünki Əl-Bəqərə surəsində yazır ki, mənim elmimdən mən istəyən qədər götürə bilərsin. Sonu nə yazır? Deyir, hər kəsi qəlbi tutan qədər yüklüyür. Onda sual olur, bəs məktəb və müəllim? Bax, bizim qüdrətimiz ondadır ki, Allah verən. Biz o Allah'tan ataya və anaya verilən, onun vasitəsilə o gölə ötürülən, o bilik, bacarıq və qabiliyyətini aşkar
inkişaf olunmasına, inkişaf olup formalaşmasına biz yardımcıyıq. Bax, söhbətin canını burada yadda saxlasa, mən elə gəl ki, oğullarını çox olacaq. Bu dünyanın xilasına bir gözəllik, bir məhəbbət gərəkdir. Duyub qiymətləndirən bircə insan gərəkdir. Çünki dünya bir din də bir, kitab da bir, insan da bir, Allah da bir. Bax, bu birdən yaranmış insanlar, gəlin bir-birimizi çox sevək. Bir-birimizi bağışlamağa bacaraq. Və əsl məqsədimizi heç nəyə dəyişməyək. Yolumuz birdir. Əgər biz onu düz tutmuşuqsa, bax, ona görə mən bunların hər birinə, bütün Respublikada, Bakı şəhərində elə bir gəncə təşkilatı yoxdur ki, mən işimi gücümü bıraxarım, Allah şahid edirsizlər. Mən gəlirəm, otururam, son alda fikirləşirəm ki, deyəcəyim bir təşkilə kiminsə yeni yol açacaq və o inkişaf edəcək. Ona görə də bir daha hər birinizə Allah'tan can sağlığı, Allah'ın verdiyinə şükranlıq, bir an unutmayaq, bir saniye yaddan çıxarmayaq ki, hər anımız üçün minnəttar olduğumuz oğullar var. Can verib, qan veriblər. O qazilər var. Bax, bunu unutmaq olmaz. Ona görə sizə bir daha vaxtı çoğalmaq istəmirəm. Çünki əslində işimiz artıq yekunlaşır. Mənim gözəl Üsaləm, mənim gözəl Fəridəm və gözəlim. Bir şey də sizə deyim, mənim bu qızlarım həm də imanlı qızlardır. Bax, onlar ömrə ziyarətdə getdilər. Bir Allah şahiddir ki, Mehriban xanım hər bir gün sən Allah Üsaləm, Fərdən əlim bırakma, Fəridə az Üsaləm əlim bırakma. Yəni, bilirsən, bu nəyə görə gedir Əmrahların dostluğu? Bax, orada təmənlar yoxdur, ego yoxdur, mən ego qanı yoxdur. Azan çoxa qanı olurlar. Və heç birini fikrən xəyanət eləmirlər. Cüzbəndə bunu hələ deyirəm. Bax, bu müsbət şeylədir. Hər birini çox sevirəm. Allah'a şükür edirəm ki, sizi görürəm, yanınızdayım və sizin hər birinizə gözəl ömür arzulayıram. Xeyirxahlıq arzulayıram. Saf niyyət, xeyir, əməl, qismət. Bax, bu bizim xoşbəxtliyimizdir. Allah da sizi qorusun. Sizi öpün. Onlar bizim sağlıqda hamımızın bağrına basıram. Allah sizi var eləsin. Allah vətənimizi qorusun. Unutmayın, dil haqqında yazmışam, aşın səhifəm oxuyun. Var Qafqazda incədir, incə zərif olan dil, sənin dilinə tadilinan yoxdur. Bu dili sevək, öyrənək, yadda saxlayaq, dünyaya bəyan elədim. Abur var, ismət var, həya var, bunlar 5 var, Əmrah. Unusun bir şəxsi var, başqasının heç nəyə yoxdur. Ona görə ibtidai təhsili hər dəfə verirəm, ana dilində olmalıdır, təfəkkür bilir, inkişaf edir. Biz hər birimiz o zaman güclü olur ki, mən hələ yanıma gəlmir ki, Mehriban xanım, mən namazda öz canıma dua edeyim. Mən hamıya bir yerdə duanı edirəm. Çünki hamı sağlamdırsa, biz sağlam olacağıq. Əgər mən sağlam oldu, bence bu müqədir. Sizə sağlamlıq, sağlamlıq, sağlamlıq. Sağ olun, Allah sizə var. Gitmeyin, elə hər şey yanınızda olun. Hər şeylə burada olun. Zülfiyə xanım, çox sağ olun. Təşəkkür edirəm. Azərbaycan müəlliminin bizim sağlığında biz həmişə sizi görmüşük. Var olun, sizinlə başlayıb həmişə sizinlə. Sizdən güc alırıq, ilham alırıq. Çox sağ olun, təşəkkür edirəm. Mən düşünürəm ki, bir dənə belə bir sorğu keçirdimmi deyim, yoxsa sual mı verim deyim. Bilirsiniz ki, bir tədbirin ərsəyə gəlməsində aparıcının rolu çox vacibdir. Və aparıcı da pedaqog olduğuna görə mən düşündüm ki, o içdən bizi hiss etməlidir. Çünki adından bəlli olduğu kimi bizim ənənəmiz var. Mən girişdə çox danışmaq istəmədim. Psixoloq, pedaqog təhsil işçiləri, Ahəng Psixologiya Mərkəzi yaranandan bizim bir devizimiz var. Psixoloq, pedaqog təhsil işçiləri. Çünki mən həm psixoloq, həm pedaqogam, ona görə də bu mənim üçün çox vacib bir nüansdır. Düşünürəm ki, tədbiri bəyəndinizsə, bir alqışlayın.